Salam əziz şagirdlər və hörmətli valideynlər. Hər birinizi yeni tədrisindən salamlayıram. Düzdür, biraz gecikmişəm, amma da olsun. Əziz şagirdlər, siz 5-ci sinifə qədəm qoydunuz. Yeni pilləyə qədəm qoydunuz. Artıq ibtidai sinif bitirdiniz. Yeni böyük uşaqlar oldunuz. Bu dərsində isə uğurlar arzu edirəm. Ümid edirəm ki, dərslərinizdə böyük müvəffəqiyyətlər qazanarsınız. Bəli, bugündən etibarən 5-ci sinif Azərbaycan dili dərsliyinin 1-ci hissəsindəki tapşırıqları sizlə təqdim etməyə davam edirik. Hazırsanız, gəlin elə Azərbaycan dili tədris dərsliyimizdən başlayaq. Başlayırıq. Səhifə ilk dərsliyimizdən yox, yəni səhifə 6-dan yox, ən başdan başlayırıq. İçindəkilər fərd və toplum, mənəvi dəyərlər, ana təbiət, niyə belə deyirik? Neyse kitabımıza tanış olun bölməsini oxuyuruq. Dərsliyin müxtəlif bölmələrində təkrar olunan tapşırıqlarla, rubrikalarla qarşılaşacaqsınız. Uşaqlar, bunu sizə çox maraq dərsi oxumalısınız. Mən də sizə görə oxuyuram ki, videoda əgər bu hissəni keçməsəniz, daha yaxşı, daha çox sevinərəm. Yəni, bu hissəni keçməsəniz, bunları elə oxumadan öyrənəcəksiniz. Qulaq asaraq dinləyərək öyrənə bilərsiniz. Söz boğçası. Oxuduğunuz mətnlərdə işlənmiş yeni söz və ifadələr nəzərə çatdırılır, izahları sonda verilir. İzahları axırıncı vərəqdə verilib uşaqlar, izahlı sözlükdə. İlk öncə uşaqlar siz də həmişə müəyyənləşdirin. Sonra izahları ilə baxın, yoxdur, düz demişsiniz, səhv demişsiniz. Amma düz olanı həmişə yadınızda saxlayın. Söz ehtiyatı. Mətndə rast gəlinən yeni söz və ifadələrlə bağlı tapşırıqlar veriləcək. Söz ehtiyatında rast gəlinən yeni sözlərlə, tanış olmadığınız sözlərlə bağlı tapşırıqlar veriləcək. Nə anladım? Mətndəki fakt və hadisələrlə bağlı suallar veriləcək. Uşaqlar. Qədəm. Deməli, məsələn, uşağa nə anladım da, nə veriləcək? Faktlarla bağlı suallar veriləcək ki, görüm sən bunu bilirsənmi? Faktlarla bağlı. Ki, faktları yadınızda saxlamalısınız. Düşün və cavab verin. Mətndəki obraz və hadisələrə münasibət bildirmək, əsas fikri müəyyənləşdirmək. Yəni, burada yarın başlıqlarla adlandıra bilərsiniz, hekayə xəritəsi tərtib edə bilərsiniz, sonra mətni nəql edə bilərsiniz, düşün və cavab ver hissəsində, ideyanı müəyyən edə bilərsiniz. Ola bilər də dinləmə var sonra. Dinlədiyimiz mətnlə bağlı suallar, tapşırıqlar verilir. Adi dinləmələr sahədə göstərən kodunu oxumaqla Trimstudio Az saytından əldə edə bilərsiniz. Yəni, əvvəlcə aşağı sitəli 1, 2, 3, 4-cü siniflərdə bunu, necə deyim, müəllim səsləndirirdi. İndi isə biz asanlıq QR kodu çəkəcəyik, Trimstudio Az saytından əldə edəcəyik. Dinləməni özümüz dinləyəcəyik. Sonra da testlər gələcək. Bəli dostlar, bəlkə dinləmədə mən sizə testlər atdım. Siz də yorumlarda cavablarını düz olub sərf olduğunu izah eləyəcəm. Təbii ki də siz də onun düz olub sərf olduğunu yazarsınız ki, mən düz yazmışdım. Neçə sərfim var idi. Bu suallarda yazmanı unutmayın. Şərhlər bölməsində də yazı var. Sonra oxuduğunuz və ya dinlədiyiniz mətnin mövzusu ilə bağlı tapşırıqlar verilir. Yazıda yəni uşaqlar. Uşaqlar. Yazını da bildik ki, oxuduğumuz və ya dinlədiyimiz mətnlə bağlı veriləcək. Məsələn, yazıya aid biz uğurlu sinir dərsi keçəcəyik. Ona aid suallar veriləcək. Esse yazmaq tapşırıla bilər. Yəni, yazı mətnə aid, sadəcə mətnə aid olan tapşırıqdır. Başqa bir şeyə aid deyil, mətnə aid tapşırıq. Araşdırma və təqdimatdadır ki, mövzu ilə bağlı araşdırma aparacaqsınız, sonra da müəllimə təqdim edəcəksiniz. Təqdimat, daha doğrusu mövzu ilə araşdırma aparmaq və təqdimat etmək. Həm təqdimat edəcəksiniz, həm araşdırma aparacaqsınız, sonra da müəllimə təqdim edəcəksiniz. Təqdimat edəcəksiniz. Yadda saxla.
dil qaydaları ilə aha uşaqlar. Yadda saxladadır ki, dil qaydaları ilə bağlı nəzəri bilgilər təqdim olunacaq. Dil qaydaları ilə bağlı olacaq, dil qaydaları keçirik. Diqqət et var sonra. Nitq bacarıqları üzrə müxtəlif məlumat və tövsiyələr veriləcək. Əvvəlki siniflərdə və ya dərslərdə keçirilmiş biliklər xatırladılacaq. Qlosaridə təzədir. Azərbaycan dili fənni ilə bağlı terminlərin izahı veriləcək. Bölmə 1. Fərd və toplum. Necə ki, 1-ci, 2-ci, 3-cü, 4-cü siniflərdə keçmişdik ki, fərd və toplum. İndi onu daha da təkmilləşdiririk. Səhifə 6-da başlayır dərsimiz bu arada. 1-ci fəsil adlanır uğurun sirri. Bir ay tapşırığında dedik ki, əməkdaşlıq qayıtkeşliyi sözləri izah edin. Sizcə həyatda uğur qazanmaq üçün bu keyfiyyətlər insana necə kömək edə bilər? Deməli uşaqlar, mən sizin üçün yazacağım indi. Deməli uşaqlar, mən indi yazdım sizin üçün tapşırıq. İndi oxuyacağıq. Əməkdaşlıq nədir? İlk öncə bunun izahına baxaq. Əməkdaşlıq, əslində mən sizə deyə bilərdim, sadəcə yazılı formada daha yaxşı videonu bağlatıb oxuya biləsiz deyə. Belə buna görə yazdım. İzah, əməkdaşlıq bu insanlar birlikdə işləyib, bir-birinə kömək edərək bir məqsədə çatmasıdır. Məsələn, məktəbdə layihə hazırlayanda dostlarla paylaşaraq işləri bölüşmək, hamının fikrini dinləmək, həyatda kömək isə uşaqlar, əməkdaşlıq insana problemləri daha asan həll etməyə kömək edir. İnsanlarla yaxşı münasibət qurmaq, dostluq və etibar qazanmaq üçün vacibdir. Böyük işləri tək başına etmək çətindir, amma əməkdaşlıqla hər şey daha asan və daha sürətli olur. Bəs qayğıkeşlik nədir? İzahını verək ilk öncə. Qayğıkeşlik bu, başqalarının hisslərinə, sağlamlığına, ehtiyaclarına diqqət göstərməkdir. Məsələn, xəstə dostuna yardım etmək, valideyninə ev işində kömək etmək, heyvanlara diqqət göstərmək, həyatda köməyi isə insanlar səni sevir və hörmət edir. Ətrafındakilara kömək etmək səni xoşbəxt edir. İş və dostluq münasibətləri daha da uğurlu olmağa yardım edir. Aha uşaqlar, mətni hər zamanki kimi oxuyacağıq. Gəlin oxuyaq. Uğurun sirri. Birincisi. Paltar dəyişmə otağında axır sükut var idi. Hamı pərt vəziyyətdə oturub başını aşağı salmışdı. Qapı açıldı. Rüfət müəllim otağa daxil oldu. Hə uşaqlar, növbəti oyunu da uduzduq. Özü də 1-4 hesabı ilə. Nə baş verir? Niyə qalib gələ bilmirsiniz? Heç kimdən səs çıxmadı. Elə bir qurbağa gölünə daş atmışdılar. Kapitan, bəlkə sən deyəsən. Rüfət müəllim üzünü Ceyhuna tutdu. Müəllim, mən nə edim? Yeganə qolu mən vurdum. Oynaya bilmirlər də. Bəs sənə topu kim ötürdü? Natiq dözməyib onun üzünə basardı. Bacarırdın, özün vurardın. Uşaqların hayküyü otağı başına götürdü. Rüfət müəllim səsini qaldırmaq oldu. Sakit, biri top ötürdü, biri qol vurdu. Bunlar səbəb deyil. Fakt budur ki, siz məğlubiyyətə uğradınız. İndi mən istəyirəm, oyun taktikasını müzakirə edəsiniz. Boşluqlar tapasınız. Ceyhun qəti səslə dedi. Qapıçını dəyişmək lazımdır. Mən saydım. Onlar 5 dəfə hücuma keçdilər. 4-ü qolla nəticələndi. Nihat elə qapıdan keçən topların dalınca baxırdı. Nihat ağlamışsındı. Mən nə edə bilərdim? Axı onların hücumçuları hər dəfə mənimlə təkbətək çıxırdı. Axı mən o boyda qapını necə tək qoruya bilərəm? Müdafiəmiz, Rüfət müəllim onun sözünü kəsib söhbətə yekun vurdu. Uşaqlar, mən oyunu diqqətlə izləyirdim. Sizin hər biriniz fiziki və texniki baxımdan rəqib oyunçulardan üstün idiniz. Amma uğuru onlar qazandılar. Bilirsiniz niyə? Növbəti məşqdə səbəbini sizə izah edəcəyəm. Sabah saat 3-də idman zalında görüşərik. Mini futbol məşqimiz olacaq. İkincisi, uşaqlar idman zalına daxil olanda təəccübdən donub qaldılar. Döşəmələrini şarlarla dolu idi. Rüfət müəllim uşaqları sıraya düzüb dedi. Bu şarların üzərində sizin adlarınız yazılıb. 2 dəqiqəyə hələ öz adı yazılmış şarı tapmalı və sırada yerini tutmalıdır. Unutmayın, bu komanda oyunudur. Diqqət, 1, 2, 3. O fit çaldı, vaxt getdi.
Oğlanların arasında çaxnaşma düşdü. Bir-birini itələyir, yerdən şarı götürüb baxır, sonra uzağa tullayırdı. Nəhayət Natiq əlində şar müəllimin yanında qaçıb sevincək dedi. Müəllim, budur, tapdım. Sıraya dur, hələ 40 saniyə var. Rüfət müəllim sərt səslə dedi. Vaxt bitənə qədər daha 2 nəfər öz şarlarını tapdı. Qalanları şarların arasında pərişan və çarəsiz halda dayanmışdılar. Tapanların azı Ceyhun da var idi. Rüfət müəllim ona yaxınlaşdı. Ceyhun, deyəsən sən də sevilirsən. Fərqində deyilsən ki, komandanızı axıma xəbərdarlıq etmişdim. Bu komanda oyunudur. Sizin hər biriniz o zaman qalib gələ bilərdiniz ki, komandanın bütün üzvləri öz şarlarını tapsınlar. Rüfət müəllim hamını yenidən sıraya düzüb dedi. Bir daha da cəhd edəcəksiniz. Amma taktikanı dəyişirik. İndi hər kəs yerdən bir şar götürsün, üzərində kimin adı yazılıbsa ona versin. Fit çaldı. Heç bir dəqiqə keçmədi ki, hər kəs öz adı yazılmış şarı alıb sıraya qayıtdı. Rüfət müəllim gülümsəyərək dedi. Afərin uşaqlar, indi evə gedə bilərsiniz. Müəllim, bəs məşq? Siz bugün yaxşı məşq etdiniz. Bu dərs yalnız növbəti yarışlarda deyil, həyatınız boyu sizə lazım olacaq. Ülkər Nurullayeva. Bəli uşaqlar, mətnimizi oxuduq. Nə dediyini də yəqin ki, başa düşdünüz. Aha, səhifə indi biz keçdik 7-yə. Burada baxaq bir dənə də başqa tapışırıq falan yox idi. Söz boğçası verilməyib. Söz ehtiyatı verilib uşaqlar. Deyir ki, mətndəki ağır və bozarmaq sözlərinin kontekstə uyğun mənalarını izah edib. Bu mənaları həmin sözlərin həqiqi mənaları ilə müqayisə edib uşaqlar. Deməli, ilk öncə uşaqlar qlosardan kontekst sözünün mənasına baxmalıyıq. Ki, baxaq görüm. Kontekst nədir? Qlosariyada tapacağıq. Qlosariya nədir bəs? Qlosariyada öyrəndik ki, Azərbaycan dilində elə bir yaxları bilmədinizsə, kitabı açın, baxın uşaqlar. Deməli, qlosariya Azərbaycan dili fənni ilə bağlı terminlərin izahı deməkdir. İndi baxaq kontekst sözünə. Kontekst sözün mənasını müəyyənləşdirməyə imkan verən mətn parçası, söz birləşməsi, cümlə və s. İndi baxaq axır və bozarmaq sözlərin kontekst sözünün mənalarını izah edək. Baxın, mən qələm qoyum. Paltar dəyişmə otağında ağır sükut var idi. Axır sözü. Demək, ağır sözü, yəni can sıxıcı, xoşa gəlməz. Bir də bozardı deyir. Bəs sən atomu kim ötürdü? Natiq dözməyib bunun üstünə bozardı. Bozardı da burada da yəni kobud davrandı. Acıqlandı mənasında, əsəbləşdi mənasında. Əsəbləşdi yox uşaqlar. Acıqlandı. Belə. Kobud davrandı mənasında. Deyə bilərik. Və həqiqi mənaları. Məsələn, ağır sözün həqiqi mənası ilə yük. Ağır sükut olur? Xeyr. Ağır yük olur. Məsələn, bir cümlə deyim sizə dəftərimdən. Bir cümlə deyim. Məsələn, nə yazmışam? Bir dəqiqə. Məsələn, Ayselin çantası çox ağır idi. Yaxud da ilk maşına aid bir söz yaza bilərsiniz. Bozarmaq sözündəki göyün üzü yavaş-yavaş bozarmağa başladı. Köynəyin rəngi bozarmağa başladı. Ya bozarmışdı. Belə sözlər həqiqi mənada olacaq. Bu sözləri yaza bilərsiniz. Bir dəqiqə. Baxaq sonraki sözlər. Mətnə əsasən qurbağa gölünə daş atmaq ifadəsinin mənasını izah edin. Qurbağa gölünə daş atanda nə baş verir? Şuraya qurbağa gölünə daş atanda baxaq ilk öncə hardadır qurbağa sözünə. Baxın, deyir ki, heç kimdən səs çıxmadı, elə bir qurbağa gölünə daş atmışdı. Yəni, qurbağa gölünə daş atanda qurbağalar qorxularından səs çıxarmırlar. Ona görə də heç kimdən səs çıxmadı. Bu məqamlarda bu ifadələr istifadə olunur. Şeydə deyir ki, mini futbol oyunu futboldan nə ilə fərqlənir? Sizcə mini hissəci sözə hansı mənaçaları qatır?
Gəlin mini futbol oyunu futbolda nə ilə fərq var? İlk öncə bu sualı izah edək. Futbol 11 nəfərlə böyük stadionda 90 dəqiqə oynanılır. Mini futbol 5 nəfərlə kiçik meydanda, adətən zalda xar və ya 20x40 metrlik 40 dəqiqə oynanılır. Qapılar və top da ölçüdə kiçik olur mini futbolda. O oyun isə daha sürətli olur mini futbolda. Sonuncu dediyim sözlərdə. Mini futbolda qapılar və top da ölçüdə kiçik olur, oyun isə daha sürətli olur. Və mini hissəciyi sözə hansı mənalı çaları qatır? Kiçik. Mini futbol. Mini futbol, kiçik futbol, az oynanılan futbol. Mini kompüter, burada da deyir ki, mini kompüter. Tərkibində mini hissəciyi olan sözləri izah edir. Mini kompüter bu olacaq kiçik ölçülü kompüter. Mini zavod olacaq kiçik zavod, mini market olacaq kiçik market. Keçin uşaqlar səhifə 8-ə. Düşün və cavab ver. Burada da danışma olacaq, dinləmə olacaq, yazı olacaq. Doğru sirri mətnin hissələrini yarım başlıqlarla adlandırın. Mətnin hekayə xəritəsini tərtib edin. Mətnin yarım başlıqları ilə adlandıra bilərik. İlk hissəni deyə bilərik ki, məğlubiyyətə uğramış komanda. Məğlub olmuş komanda. Deyə bilərik, məğlub olmuş komanda. İkinci hissədə də müəllim dərsi izah edir uşaqlara. Orada da müəllim də doğrusu uşaqlara izah edirdi ki, niyə görə udursunuz? Səbəbi nədir? Müəllim deyir ki, həyat dərsi, müəllimin dərsi. Belə bir söz deyə bilərik. Və deyir ki, hekayə xəritəsi. Baş qəhrəmanlar Ceyhun, Rüfət müəllim, köməkçi obrazlar Natiq və digər sinif uşaqları, məkan idman zalı, məzmun mətndə futbol komandasının ardıcıl məğlubiyyətindən söhbət açılır. Müəllim komanda üzvlərinə bu məğlubiyyətin səbəbini özü də məxsus şəkildə izah edir. İdeyada birlik arada, dirlik orada və yaxud da güc birlikdədir. Bir də uşaqlar deməyi unutdu. Məğlubiyyətə uğramış komanda da deyə bilərik. Amma daha yaxşısı məğlub olmuş komanda və yaxud da məğlubiyyətdən sonra da deyə bilərik. Aha uşaqlar, baxın, açdım. Mətnin birinci hissəsində Ceyhun və Natiqin nitqindən çıxış edərək onların xarakterinə münasibət bildirin, davranışlarını mətnin ideyası ilə əlaqələndirin. Deməli uşaqlar, Ceyhun və Natiqin nitqinə deməliyik. Deməli, burada deyirdi ki, birinci müəllim. Kapitan, bəlkə sən deyəsən, Rüfət müəllimimizi Ceyhuna tutdu. Baxın, deyir ki, müəllim, mən də yedim, yeganə qolu mən vurdum. Oynaya bilmirlər də. Demək istəyir ki, oynaya bilmirlər. Yəni, özünü daha tərifləyir burada və uşaqlara yuxarıdan aşağı baxır. Yoxsa, yuxarıdan aşağı baxır deyə bilərik. O məqsədlə, yəni, köbuddur Rüfət müəllim yox. Doğrusu Ceyhun. Və bir də burada verilir Ceyhun sözü hansıdır? Mən saydım. Qapıçını dəyişmək lazımdır. Mən saydım. Onlar 5 dəfə hücuma keçdilər, 4-ü qolla geçdilər. Nihat elə qapıdan keçir, topları dancaq. Yəni burada Nihat'a qarşı pis rəftar edirdi. Ceyhun. Nihat'a ağlamsın orada ki, mən nə edə bilərəm? Onların hücumçular hər dəfə bölümdə tək-tək çıxırdı. Axı, mən o boyda qapını necə tək qoruya bilərəm? Müdafiəmiz. Burada da yəni demək istəyirdi ki, Nihat ağlağandı. Yəni özünü belə deyək, düşərsək. Uşağına yazsın ki, sizə deyə bilim. Əvvəlcə Ceyhun nitqində nümunələr diqqət edək. Ceyhun, müəllim, mən nə edim? Yeganə qolu mən vurdum. Oynaya bilmirlər də. Ceyhunun sözləri göstərir ki, o lovğadır, yoldaşlarına yuxarıdan aşağı baxır, komanda məğlubiyyətini deyil, öz uğrunu önə çəkir. Başqa bir epizodda Ceyhun qaçı səslənir. Qapıçını dəyişmək lazımdır. Mən saydım. Onlar 5 dəfə hücuma keçdilər, 4-ü qolla nəticələndi. Nihat elə qapıdan keçən topların dalınca baxırdı. Ceyhun nitqinə əsasən demək olar ki,
O dələdsiz hərəkət edir. Komandanın məğlubiyyətində yalnız Nihadı günah. Nihadı da qısaca deyə bilər ki, Nihadın iki günah nümunələri sizə onun emosional olduğunu söyləmək olar. Mən nə edə bilərdim, deyir mən. Nihad ağlamışmış. Bəli uşaqlar, indi bizim tapşırığımız hardaydı? Buradaydıq. Mətni Ceyhunun dilindən nəql edin. Ceyhunun duyğu və düşüncələrini əks etdirməklə mətni genişləndirin. Natiqə və digər yoldaşlarının münasibəti, Rüfət müəlliməsi münasibəti, zala daxil olan təcrübə və düşüncələri, öz şəhərində bəlkə keçirdiyi hisslər, sonda Rüfət müəlliməsi sözlərdən çıxardığı nəticə. Birinci hissə. Belə düzəltə bilərəm. Ben siz üçün yenə yazdım. Videonu bağlatıb yazdım. Bir gün yenə uduzduq. Əslində bütün günahlar Nihaddadır. Elə də qapıda durmaq olar. Nihad eləcə qapıya keçən topların dalınca baxırdı. Rüfət müəllim isə hamımızı günahlandırır. Mən nə edim axı? Yeganə topu mən vurmuşam. Bundan artıq nə edə bilərəm? Rüfət müəllim deyir ki, sabah idman zalında məşq edəcək. Görəsən nə üçün idman zalı? Futbol oynamaq üçün zal balacadır. İkinci isə idman zalında rəngbərəng uşaqları görüb çox təəccübləndim. Elə bildim ki, 2000-ci ad günüdür. Amma biz heç vaxt zalda ad günü qeyd etmirdik. Sonra Rüfət müəllimin tapşırığı məni çox təəccübləndi. Necə yəni üzərində öz adınız yazılmış şarı tapın? Bu qədər şarı bir qaldır, adını oxu, axı vaxt keçir. Düz üzərində adım yazılmış şarı tapanda çox sevmişdim. Demək Rüfət müəllimin məqsədi başqa imiş. Doğrudan da hamı bir-birinə kömək edəndə problem də tez həll olunmuş. Necə deyərlər, güc birlikdədir. Aşağı bundan sonra yazdığımız sizə göstərmədim çünki o digər tapşırıqdır. Bəlkə o tapşırığı sözlə deyil, yenə göstərməyi izah elədim. Bəli uşaqlar, indi ilk dinləməmizə baxırıq. 2 ədəd qeylə götürməklə 7 nar çubuğu mətnini dinləyin. Mətnin məzmununa aid suallar tərtib edib bir-birinizin suallarına cavab verin. Gəlin dinləyə Trims Edu ad saytı ilə korkad eləyərək eləyərsiniz. Google-da Trims Edu yazaraq bəncə çıxar. Aha uşaqlar. Dinləyirik. 7 nar çubuğu. Biri vardı, biri yoktu. Bir kişi ve onun 7 oğlu vardı. Qardaşlar həmişə bir yerdə yeyib içər, birgə işləyərdilər. Ovada həmişə birgə gedərdilər. Ayını, canavarı, şiri, pələngi diri-diri tutardılar. Zarafat deyil, 7 qardaşın biri şirin əlindən, biri ayağından, biri quyruğundan, qərəz, hərəsi bir yerindən yapışsa, şir deyil, heç fil də bunlara bata bilməzdi. İllər keçdi. Qardaşlar evlənib, oğul uşaq sahibi oldular. Ayrı yaşamağa başladılar. Bir-birinin evinə gediş-gəlişləri azaldı. Aralarında soyuqluq yarandı. Düşmənlər hər birinə ayrılıqda hücum edərək evlərini taladılar. Ova tək getdikləri üçün əliboş qayıtdılar. Qardaşlar atalarının yanına gəlib öz dolanışıqlarından narazılıq etdilər. Ata dedi, sabah yanıma gələrsiz. Hərəniz barmaq yoğunluğunda bir nar çubuğu gətirərsiz. Oğlanlar baş üstə deyib getdilər. Səhər atalarının yanına gələndə hərəsi bir nar çubuğu gətirdi. Ata nar çubuqlarını alıb dəstələdi. Ortasından bir iplə bağladı. Oğlanlarına verib dedi. Oğlanlarım, gücünüzü sınayın. Görün bunu hansınız sındıra bilərsiz. Qardaşlar nə qədər çalışdılarsa, heç biri çubuq dəstəsini qıra bilmədi. Ata bu dəfə dəstəni açıb, çubuqları tək-tək oğlanlarına verib dedi. İndi bu çubuqları qırın. Görüm gücünüz çatırmı? Qardaşlar hərəsi bir nar çubuğunu götürüb, qatlayaraq 2 böldülər. Qoca gülümsüyüb dedi. Balalarım, bu çubuqlar siz 7 qardaşsınız. Nə qədər ki bir-birinizə bağlısınız, güclü olacaqsınız. Heç kimin sizə gücü çatmayacaq. Elə ki bir-birinizdən ayrıldınız,
Düşmənlər sizi təkləyib, nə istəsələr edə bilərlər. Həmişə bir olun. Onda xoşbəxt olarsınız. Qardaşlar atalarının bu nəsihətindən sonra yenidən birləşdilər. Bir-birinə kömək etdilər. Mehriban yaşamağa başladılar. O gündən sonra heç kim 7 qardaşın qabağına çıxa bilmədi. Bəli uşaqlar, dinlədik. İndi suallar quracağıq. Yəni suallar da quraq. Aha uşaqlar, necə sualları quraşdıra bilərik? Məsələn, atanın 3 oğlu var idi. Ova gedəndə niyə əli boş qayıtdılar? Niyə ayrıldılar? Yəni aralarında niyə soyuqluq yarandı? Suallardır bunlar. Sonra ata onlara nəyi tapşırdı? Ata onlara nəyi izah elədi? Nəyi öyrətdi? Qardaşlar da bundan nəyi anladılar ki, qardaşlar atanın dediklərindən nə anladılar, nəyi başa düşdülər? Formalı suallar verə bilərik. Sonra mən kitabı göstərib sonra yenidən çıxıb deyəsən. Misir Dua saytına girdim. Neyse suallar da verdi. Birbirimizin sualının cevabı sinifte olmalıdır. Baca kardeşimizden beraber dinleyip falan diyebilirsiniz. Uğurun sirridir və 7 açıq mətnlərdə mövzu, məzmun, ideya baxımından müqayisə edir. Uşaqlar deməli müqayisə edir. Hər iki mətndə mövzusunda da, məzmunu da, ideyası da eynidir. İdeyası odur ki, ikisine güc birliktedir. Hem yaxud da birlik orada, birlik orada və yaxud da artıq bitdi ideyası. Mətnləri də mövzusundan, məzmun baxımından müqayisə edək. Hər ikisində də bir-birindən dəstək olmağı, bir-birinə kömək etməyi, əməkdaşlığı öyrənirlər burada. O məqsədə eynidir. Keçici tapşırıqları oxuduğunuz və dinlədiyiniz mətnlərdə müəllim, ata, uşaqlara, müəllim və ata uşaqlara nəsihət vermək üçün hansı yolları seçdilər? Müəllim uşaqlara idman zalında şarlar vasitəsilə öz adı yazılmış şarları tapın dedi. Ata da barmaq qalınlığına nar çubuğunu birləşdirərək, sonra da texnik verərək öyrətdi. Bəs siz sinif yoldaşlarınızı birliyə çağırmaq üçün hansı üsulla istifadə edərdiniz? Bu artıq sizə ünvanlanmış sualdır. Siz özünüz düşünüb taparsınız. Yazı var indi artıq dostlar. Onun sirri mətni sondur. Rüfət müəllimin dediyi sözləri xatırlayın. Sizcə bu məşq həyatda uşaqlara necə gərək ola bilər? Və deyir, siz bugün yaxşı məşq etdiniz. Bu dərs növbəti yarışlarda deyil, həyatınız boyu isə lazım olacaq. Deməli uşaq. Sizcə necə gərək ola bilər? Məsələn, burada indi tapşırıq oxumadıq. Məsələn, əsgər şəkli var. Məsələn, bu Ceyhun olaraq Ceyhun dostları ilə bərabər birlik olub. Deyə bilər ki, müəllim belə bir söz deyib. Yəni belə. Və necə gərək ola bilər? Əslində bu da sizə ünvanlanmış sualdır. Siz bu suala cavab tapmalısınız. Və mətnin davamını elə davam etdirin ki, deyir, əsas ideyanı təsdiq etsin. Bu hadisədən 20 il keçdi. 2020-ci ilin noyabr ayı idi. Qarabağda amansız döyüşlər gedirdi. Ceyhun Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstələrindən birinin komandiri idi. Bir gün qərargahdan əmr gəldi ki, Şuşa bu gecə alınmalıdır. Uşaqlar, mətnin davamını dəftərdə yazmışam. Böyle bir dəqiqə oxuyacağam üçün səsləndirəcəyəm. İstəsəz deyin mənə bir short videoda bunu yazılı formada bəlkə göstərdim. Əgər mətni yazılı formada istəsəz. Səhər bizi çox ağır bir tapşırıq gözləyirdi. Dəstədəki əsgərlər çox gənc idilər. Amma hamısı vətənə sədaqətlə xidmət edirdi. Onlarla danışmaq lazım olduğunu düşündüm. Birdən müəllimin dərsdə dediyi sözlər yadıma düşdü. Sizin hər biriniz o zaman qalib gələ bilərdiniz ki, komandanın bütün üzvləri öz şarlarını tapsınlar. Əsgərlərimə müraciət etdim. Qardaşlar, qarşımızda böyük sınaq var.
Bu tapşırıq çox çətindir, amma biz vətən uğrunda döyüşürük. Bizim gücümüz birliyimizdədir. Əgər bir-birimizi qorusaq, arxamızda xalqımızın sevgisini hiss etsək, heç bir düşmən qalib gələ bilməz. Gecə Şuşa istiqamətində döyüş başladı. Hər kəs igidliklə vuruşdu. Yaralılarımızı meydana qoymadıq. Bir-birimizə arxa dayaq olduq. Çətin anlarda birlik bizə güc verdi. Nəhayət qələbə bizim oldu. Biz bir yumruq kimi birləşib Şuşanı azad etdik. Mən uşaqlar, ümid edirəm ki, bəyəndiniz. Keçirik səhifə 9-a və yarım saatdəki sizə dərs keçirəm. Sizlərdə səhifələrin yazılışı 5 ada deyir ki, əvvəlki siniflərdə aldığınız bilgilərdən istifadə edərək aşağıdakı cədvəl şərh edin. Saatlərin önə dodaqlanan, dodaqlanmayan, dodaqlanmayan, dodaqlanan verilib. Bir də qalın, incə. Dodaqlanmayan uşaqlar A, U'dur. Dodaqlanan O, U'dur. Və bunlar toplayanda qalın olur. Qalın sahitlər olur. İnci sahitlərdə də Ə, İ, E dodaqlanmayandır. Ö, Ü dodaqlanan. Və bunların da hamısı birləşdirincə incə alır. A, burada yenə qlaz halimiz var uşaqlar. Sözlərin düzgün yazılışı orfoqrafi normaldadır. Deməli uşaqlar. İndi də uşaqlar şərh eləyək. Şərh edin deyir də burada. Deməli burada ilk öncə sahitlərin nömrə verilib. Qalın, incə, dodaqlanan, dodaqlanmayan verilir. Və biz bilirik ki, 3 cür olur. Sahitlərin növləri qalın, incə, dodaqlanmayan, dodaqlanan, açıq, qapalı. Aha uşaqlar. Və birinci sətrin birinci sütununda dodaqlanmayan verilib və dodaqlanan verilib. A, I, O, U. İkinci sətrin birinci sütununda dodaqlanmayan Ə, E, E. İkinci sütununda da dodaqlanan verilib. İndi yada saxlamaq. Səhirlər tələffüz zamanı dilin, dodaqların və alt çənənin vəziyyətinə görə müxtəlif növlərə bölünür. Alt çənənin vəziyyətinə görə sahitlər açıq və qapalı olur. Açıq sahitlər A, E, Ə, Ö, O, qapalı sahitlər I, I, U, Ü. Bir çox sahitlərin ortaq xüsusiyyətləri olur. Məsələn, U və Ü qapalı dodaqlanan sahitlərdir. Belə sahitlərin iştirak etdiyi sözlərin yazılışında bəzi səhvə yol verilir. Məsələn, mülahizə yazıblar. Əgər məlumat istəyirsinizsə, o videonu biraz səliqəsizcə çəkə bilərəm. Çünki yeni vaxtlarda çəkildim. İstəsəniz o videonu da izləyə bilərsiniz. Sahitlər falan, qırs mahnı səhifələrdə orada tapacaqsınız. Çünki az mahnı siyahlarım var. Ü və İ sahitlərinin ortaq xüsusiyyətlərini müəyyən edin. Ü saiti necə bir sahitdir? Ü saiti qapalıdır, dodaqlanır və baxacaqsınız buraya ki, görürsən Ü incə sahitdir. Bəli, incə sahitdir. İ necə bir şeydir? İ də qapalı sahitdir, dodaqlanan sahit deyil. İ isə qapalı incə sahitdir. Dodaqlanmayan sahitdir bir də. Mənim soruşsaq ki, Ü nətər sahitdir? Ü. Bir dənə Ü. Dizisi qapalı sahitdir, dodaqlanan sahitdir, incə sahitdir. İ necə sahitdir? Dizisi ki, dodaqlanmayan sahitdir, qapalı sahitdir, incə sahitdir. Ortaq xüsusiyyəti də qapalı sahitdir. Bir də uşaqlar ikisinin xüsusiyyəti biri dodaqlanmır axı. Ona görə də olacaq 1-3 incə sahitdir, bir də qapalı sahitdir. Və deyir ki, Ü yoxsa İ. Müxbir. Müxbir. İ olacaq. Mühüm. Ü olacaq. Müdrik. İ olacaq. Müdir. İ olacaq. Üfüq. Ü olacaq. Ümid. İ olacaq. Mən niyə yazmıyorum? Yazım da mən bunu sizin üçün. Unutmuşam ne yazmaqda. Ağlı oldu ki. Şuradan üzr istəyirəm. Ağ rənglə yazır və bizi aldatır. Müxbir, mühüm, müdrik, müdir, üfüq, üfüqə daha doğrusu üfüq,
Ümid. İnşallah çalışın bunların mənalarını öyrənin. Mən artıq mənalarını zəhləmirəm çünki sıxıcı olacaq uşaqlar üçün. Və deyir ki, C-də Ə və A səhvlərinin ortaq hissələrini müəyyən edin. A. Birinci yenə tək-tək baxaq. A necə sahibdir? Qalın sahibdir, dodaqlanmayan sahibdir və açıq sahibdir. Ə necə sahibdir? Öncə sahibdir, dodaqlanmayan sahibdir və açıq sahibdir. Baxaq görüm. Birinci sahibdir doğrusu və açıq sahibdir. Bir də dodaqlanmayandır. Rahat yolu. Ortaq xüsusiyyətləri də hər ikisi açıq sahibdir, hər ikisi dodaqlanmayan sahibdir. 2 və 3. İnci sahibdir deyildim. İnci sahib deyil, axı A. Qalın sahibdir. Ü yoxsul, mübarək. Bu Ü yoxsul deyil. Ə yoxsa A. Həyəcan. Salnamə. Pilləkən. Pilləkən də dost. Pilləkən yox, pilləkən. Ə olacaq. Ay, yine A yazıldı. Ya bu A yazır. Biraz böyləşdirim ki, yaxşı düşünün sizin üçün. Ə. Tələbat. Ə. Olacaq. Bir də təbaşir. Olacaq ə. Sonra uşaqlar da verir bizə. Ü yoxsa O. Mübarək. Ü. Nümunə. O. Günah. Ü. Mükafat. Ü. Müharibə. Ü. Müharibə. Rütubət. U. Vaxtı istifadə etməyə verilmiş sözləri orfoqrafi normalara uyğun yazın. Kosmonavt yox, kosmonavt. Kosmonavt. Üstündən olan şeyləri yazacağım. Bunun üstündə də xaçıq. Hökumət yox, hökumət. Nəqarət yox, nəqarət. Nəqarət. Nəqarət yox, nəqarət. Bir dəqiqə. Nəqarət. Aha. Ara koyayım ki sizin için. Nəqarət. Qəhrəman yox, qəhrəman. Sonra problem yox. Problem. Avtomat yox. Avtomat yox. Avtomat olacaq. Yox şu biraz. Münasibət yox. Münasibət. Xoşbəxt yox. Xoşbəxt. Bəli uşaqlar, belə bir videonun sonuna gəlib çatdıq. Ümid edirəm sizlər üçün fayda oldu. Ümid edirəm ki, videonu maraqlı izləyirsiniz. Çünki 38 dəqiqədə məncə maraqlı izləməzsiniz. Çünki həm bu dərsi də keçmişsiniz. Təkrar mövzu olaraq bəlkə də keçməlisinizdir. Bəncə təkrar mövzu olaraq təkrarlaya bilərsiniz belə bir videoda. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni dərs videolarda görüşmək üzrə. Hələlik kanalıma abunə olub, like atmağı unutmayın. Şərhlər yazmağı da unutmayın. Dostlarınızla paylaşmağı da unutmayın. Sizləri çox sevirəm. Gəlin dərs videomuzda test olacaq. Hələlik.